Esselamu Aleyküm, değerli kardeşlerim, değerli bacılarım. Uca Allah ettiğimiz bütün dualarımızı qəbul eyləsin. Gözəl bir hikmət söz oxudum, istedim sizlerle paylaşım. La tufsid fərhətəkə bil qalaq. Yəni, sevincini kədərlə fəsada uğratma. İbn-i Qeym Rahiməhullah buyurur ki, Allah da Quran-ı Kerimdə yəni, kədər sözünü iki yerdə, kədər sözünü bir yerdə qeyd olunur ki, kədər qadağan formasında, və la təhzənu, üzülməyin. Diğer bir yerdə isə İnkar formasında fələ xawfun aleyhim və ləhum yəhzənun. Onlar üçün nə bir qorxu, nə də bir hüzün, kədər vardı, yəni axirətdə. Nəyə görə? Bunun səbəbi nədir? Ona görə ki, üzüntü, kədərin insanın qəlbi üçün heç bir faydası yoxdur. Əksinə, şeytana ən sevimli əməl nədir? Bir müminin üzülməsi, kədərlənməsi. Ona görə ki, onu Allaha ibadətdən, Allahdan uzaqlaşdırsın. Ona görə Peyğəmbərimiz s.ə.v nə deyib? Allahumma inni əvzubkə minəl hüzün. Ey Rəbbim, kədərdən sənə sığınıram. Həmçinin yenə İbn-i Qeym açıqlayır ki, nəyə görə? Səbəb nədir? Çünki əl-hüzn yud'iful qalb. Çünki kədər insanın qəlbini zəiflədir. Yuhinul azm vel irada. İnsanın iradəsini zəiflədir. Yəni, buna Allaha bağlılığı, Allaha tərəf yönəlmək, Allaha sadiq olmaqdan uzaqlaşdırır. Ona görə şeytanın üçün ən sevimli nədir? Bir insanın kədərlənməsi. İfrahu və təfəalu. Ona görə hər zaman sevinin, kədərdən, üzüntüdən uzaq durun. Əhsinu zannə billah. Allaha qarşı gözəl zəndə olun. Fiqu bimə indallah. Allaha etimad edin. Allah dərgahında olana etimad edin. Allaha təvəkkül edin. O zaman insan görəcək ki, bu dünyada xoşbəxtlik nədir? Uca Allah Teala bizləri hüzündən, kədərdən qorusun.